Hər vaxtınız xeyir olsun, hörmətli Lider televiziyasının tamaşaçıları və təbii ki, Ayeviyəsi verilişinin tamaşaçıları. Yəqin ki, bu məkan, bu bina bir çox insanlara, milyonlarla insanlara tanışdır. Aha, yaxşı baxın. Sizcə bu binada kim yaşayır? Bir məsəl var. Sən saydığını say, gör fələk nə sayır. Yəqin ki, bu misalı hər biriniz eşitmişsiniz. Bu xanım ifaçıda, yəni aparacağım ifaçı xanım ifaçıdır. Bu ifaçı da hər zaman deyirdi ki, havalar isti olsun, havalar qızsın. Mart, aprel ayında gedər el-alə. Mən isti havalar sevirəm. Amma bəxtinə baxın, hörmətli tamaşaçılar, mart ayının ağrı bugün çox soyuqdur. Çox soyuqdur. Elə bilirsiniz, ona xatırlatmayacağım. Elə də xatırladacağım ki, artıq buradadır. Salam. Salam, sabahınız xeyir. Nətərsiniz? Sən necəsən, Röya? O qədər səni anlatmışam ki, bugün çəkilərik, sabah çəkilərik. Saat 12 idi. Baxdım saata, Kənandan zəng vurdum. Kənan dedi ki, evdəyim. Dedim, valla bunlar mənə anladıblar. Bunlar mən elədiklər əvəzini çıxırlar məndən. Təzə əynim sundum, yox, eləməzdər mənlə, eləməzdər. Sərdən tamaşaçılara bilirsən nəyi xatırladıram? Nəyi? Röya 2-3 dəfə, yəni bu verilişə çəkilməli idi. Dedi ki, havalar isinsin, havalar isinsin. Sən xəbərin var ki, keçən efir çəkilsəydin, hava bundan istiydi. Deyirsən saydığım sayı gör fələk nə sayır. İşdiniz də, mən bayaq bu misalı demişdim. Sağ salamat yolumuza çıxaq, inşallah yaxşı olar. Həyəcanlıyam. Sənin verilişinə baxıram. Çünki yaxın dostumsan, maraqlıdır. Hər dəfə görəndə ki, nəsə belə kiminsə qapısı açılmadı, nəsə çox pis oluram. Hər dəfə fikirləşirəm, birdən getdim, qonaq məni qəbul eləmədi. Birdən məndən xoşu gəlmədi, ay mama. Amma çox gözəl görsənirsən. Baxın, hörmətli tamaşaçı. Ev, yəni bugün çalışdım ki, çox sadə olum. Çünki evə qonaq gedirəm. İndi gəl əsas məsələyə keçək. Hara gedirik? Hara gedirik? Hara gedək? Qaxa gedək, Qəbəliyə gedək. Hara gedək? Mən bir təklif eləyirəm sənə. Qalxırsan evə. Hə. Qalxırsan evə. Hə. Bir kəlağayı götürürsən. Aha. Və zaqran pasportu götürürsən. Mən səni bugün İrana aparıram. Başım xərəbdir. İranda kimin evinə gedəcək? Ya alladırsan məni, gəl düşqabağıma gedək. Mən zarafatsız deyirəm. Niyə alladım ki səni? Pasportumu necə götürüm? Mən Kənan heç nə demir baxın. Artıq sənin zaqran pasportun məndədir. Baxın, hörmətli tamaşaçılar. Siz də papaq taxam da başıma. İranda olmaz axı, kəlağaysız, yəni. Biz artıq danışmışıq Kənanla. Hə. İrana gedirik. Dəlisən ha. Taşava. Adə. Baxım içinə, baxım mənim pasportumdur. Təbii ki, sənindir. Kənanla danışmışam, Kənan bunu verib mənə. Amma papaqla buraxarlar, Seymur, sən tez-tez gelirsən xarici ölkə. Yox, kəlağayı. Yox, getmirəm ona. Yox. Bir saat demişəm ki, axşam gəlirəm evə. Axşama qaydırıq da. İrandan axşama evə qaydırsan, gəl düşqabağıma. Dolama məni. Kənan, onda zəhmət olmasa kəlağayı gətir də Röyagildən. Aha. Belə, yolumuz İranadır, hörmətli tamaşaçılar. Röyanın belə dediyinə baxmayın. Artıq Röyanı evdən çıxartmışıq. Onun, baxın, məndədir, hətta mənim də pasportum. Seymur, sən hazırsan da yəqin ki. Belə, Ayeviyəsi yollanır İranın Təbriz şəhərinə. Nəyimə baxırsınız siz mənim? Artıq yoldayıq, Röya. Özün də bilirsən, artıq hara gedir, tamaşaçılar da bilir, Təbriz şəhərinə. Təbrizlilər bizi gözləsinlər. Həyəcan necə var səndə? Dəlidir. Həyəcan məndə, nə bilim, mən inanmıram sizə, haradasa. İnana bilmərəm. Belə olmaz axı. Necə hazır? Ümumiyyətlə Təbrizdə olmusan? Olmamışam da, tanımıram da, ona görə gedirəm də sakitcə. Röya? Elə bildim ki, biz təyyarəyə oturacağıq.
Yol get. Biz indi manla getməliyik ora. Neçə saat yoldur ki ora? Hardasa Seymur, Təbriz neçə saatlıq yoldur? 4 saat. Bəli. Röya elə bilirmiş ki, biz təyyarə ilə getməliyik. Röya, Belasuarı keçirsən İrandır da. Az hardan tanıyıram? Getmişəm bəyəm. Aha. Hörmətli tamaşaçılar, biz Qəbələ İsmayıllı yolundayıq. Bəli, birazdan Təbriz şəhərində olacaq. 3-4 saatdan sonra. İnşallah. İnşallah. 3-4 saat onda belə çıxır ki 6 saat 7 saat yol gedəcəyik. Bəs biz axşam necə qayıdacağıq? Belasuardan bura 3 saatlıq götürmüşəm üstümdə. Kənan pulu yoxdur. Kənan. Bilmirəm Kənan pul götürüb olsa mən 200 manat. Seymur soruş onda pul var. Mən İranda borcdan başqa heç nə qonaqlığı verə bilmərəm, borc. İran ucuzluqdur, sən onu bilirsən. Çox ucuzdur orada hər şey. Hə 200 manatı nə ala bilərik orada? 200 manat, sən 50 manata orada gözəl bir yeyib içmək bilər. Hə, vəsə onda yaxşı. Sən heç soruşmursan ki, bəs pasportu Kənan necə götürüb, bizə necə çatdırıb? Soruşmadım ona görə ki, mənim həmişə sənədlərim Kənanda olur. Yəni çox vaxt evdə harda qoyuram onu bilmirəm deyən. Ən Kənanda olur çünki harasa gedəndə Kənan üçün rahatdır bilet. Ona görə inandım ki, da Kənan veribdir. Röya, Bakının hər hansı bir rayonuna getsəydi, biraz deyirəm ki, həyəcan məncə bundan az olardı, hə? İndi necədir həyəcan səndə? Həyəcan deyəndə ki, olsa bilirəm ki, mən İranda heç kim tanımayacaqdı. Bir qabaqca bilirəm ki, biabır olmaya gedirəm. Da hə demişəm verilişə, ona görə gedirəm. Da qələt eləmişəmsə axıra kimi eləyirəm də. Amma sən bilirsən Təbrizdə sənin mahnılarına qulaq asırlar, onun şahidi mən olmuşam. Təxminən bilirəm ki, yox, belə inanmıram ki, necə bütün müğənnilərin rayona gedirdi, hamı tanıyırdı onları. Məni orada elə tanımazdı. Röya 3 gündür yatmır, hörmətli tamaşaçılar. Doğrudan yatmıram. Allah haqqı, geç saatda yazırdım. Bəlkə filan yerə gedək, bəlkə filan yerə gedək. İndi gəldi, çıxdı bura. Nə bilim. Röya Naxçıvana yola düşmək istəyirdi. Oradan da qorxdum ki, birdən qapı açmazlar. İndi lap pis yerə aparır məni İrana. Harada ki, tanımırlar. Biabır eləmək istəyirdi məni. Nevi yox. Gəlin Eurovision'a gedirəm, hamı məni tanıyar. Röya belə uzun yol getməyi sevir. Səyahət ümumiyyətlə etməyi sevir. Xoşlayanam, dostlarımdan xoşlayıram ki, bütün 3 sal, 3 də adamla dolu olsun. Maşının içi bütün semiçka, su yiyib içmək bugün amma heç nə yoxdur da. Çünki elə bildim ki, təyyarəyə minəcəyik. Ən axırıncı dəfə olmusan rayonlarda, turnelərdə. Bəli. Ondan sonra olmamışam da. Gəzməyə də getməmişəm heç. İranda da heç vaxt olmamısan? Heç vaxt. Heç bir şəhərində? Yox. Mən ümumiyyətlə Türkiyədə, Moskvadan başqa heç yerdə olmamışam. Yox, zarafat verirəm, olmuşam, amma İranda olmamışam. Vəbşi, sizdə belə qayda yox idi. Mənim bəxtimə düşdü bu. Əslində biz axşam Kənanla danışdıq. Kənanın pasportu var. Kənan var. Seymura da mən gecə ilə zəng vurdum. Seymur dedi, problem yoxdur. Hətta Seymurun da pasportu buradadır. Baxın, hörmətli tamaşaçılar, elə bilərlər, yalan deyirəm. Bir dəqiqə. Bax, bu Seymurun. Bax, Seymurun da almışam pasportunu. Belədir ki... Ay cəmaat, kömək elimdən qaçırdırlar. Bir dənə arxaya bax. Gör biz neynəmişik. Nə yeməyi sevirsən? Pomidor yumurta çox xoşlayıram. O deyəsən prodüserundan keçib sənə. Acı bibərdən. Yox, məndən ona keçib, amma bu eybəcər variantını yeyir yəni. Bibərsiz. Mən dadlı xoşlayıram olsun belə qəşəng, yağlı belə. Ay Kənan, evə zəng vurub deməmişəm heç nə.
Mən evdə heç nə demədim. Kənana zəng vurub desinlər. Mən sizə inanmadım, ona görə demədim. Zəng vurum. Zəng vur. Aygün, telefonu ver də zəhmət olmasa. Görün məni boşaltdıra bilirsiniz. Özümü yandıraram, heç kimə vermərəm. Ya mənimdir, ya heç kimi. Alo. Anar bəlkə də 7-ci yuxuda deyir Röya. Yo, 7-ci yuxuda duraq, zəng vurub soruşub məndən. Mən də dedim ki, qaxa gedirik. Qax. İnanmadım da sənə ki, İrana gedirik. Qax, Allah'tma məni. Bu yerdə deyirlər, bax. El atsın səni, ər atmasın. Telefonu qaldırmadı, amma məncə yol boyu hələ Anar zəng vuracaq Röya xanıma. Birazdan yığacaq, 100% soruşacaq da, haradayıq. Röya, sevdiyin rəng nə rəngidir? Fikirləşmədən söylə. Al qırmızı xoşlayıram. Portaxal rəngi, amma qırmızı portaxalın rəngində onu xoşam. O boyda İranın Təbriz şəhərində portağal rəngində qapardan tapım. Hə, elə qapı istəyirsiniz? Orada həyat evi. Qırmızı rəng qapardan tapım. Təbriz binalar yox, binalar da var orada. Bina da var. Yağmur oldu mu? Binaya gedə bilmərik. Amma bir şey də deyim sənə, biz axşama qayıda bilməyəcəyik o 100%. Necə Artıq yoldayıq. Necə o qayıdır ki 4 saatdır da yol. 4 saatdır. At bir dəqiqə deyən görüm, siz nəsə mənim başıma oyun açırsınız. Hə. Neçə saatdır bəs? Axşama qayıda bilməyəcəyik. Mən bunu əvvəlcədən sənə deyirəm. Qayıtmırıq axşam. Yo, mən evdə demişəm ki, axşam qayıt. Salam melekim, əziz dostum. Təşəkkür edirəm sizə. Həcə bir sual verim. Təbrizə neçə saatdır yol? Təbrizə neçə saatdır yol? Hə, hə. Hə. 4 saatdir. Ay hacı, ay eviyəsi mən anladım deyib qaxa aparıram səni. İndi də Təbrizə aparırlar məni. Eləmi? Deyir Astaradan ora heç nədir. Axşam qayıda bilərəm. Denən ki, biz Belasuardan gedirik. Biz Belasuardan gedirik denən. Hə, onda səni öpürəm, birazdan sonra zəng vuraram. Tamam abi, tamam. Belasuardan denən gedirik. Biraz deyən də bir dostumdan sağollaşım da. Alo. Nə danışırsınız? Nə danışırsınız? Öpürəm səni, birazdan yığaram. Tamam. Ancaq bir ad eşitdim orada. Sevindiyi dostumu dinləyəcəm səndən yığıb. Deyir, səni alladıblar ora. Ora biraz uzaqda, amma ki, axşam qayıtmaq olar dedi. Yəni, yox, biz geç çıxdıq axı. Biz gedib 6-ya ora çatarıq. Hava qaralıcı. Ay Allah, ev tapınca kim ki bizi qəbul eləyər. Amma bir şey də var. Tamojnu deyirlər, Seymur. Gömrüyü keçməli. Gömrükdə neçə saat saxlayırlar? 2 saat gömrükdə saxlayırlar. Sən başıma hava gəlib, dəlisən, sən bir uşaq anasıyam mən. Bütün günü düşmüsən qapı elə bilirsən, hamı sənin tayındır. Ay gün! Lənkəranda Astarada olmuşam, amma Təbrizdə olmamışam. Çünki öz elə Lənkəranlıdır, ona görə aparır mən. Aygün onda bilər də, bayaqdan Aygündən... Mən Təbrizə də gəlin düşək Lənkəranda. Lənkərana necə düşə bilərik? Necə bax düşə bilərik ki, biz artıq İsmayıllı Qəbələ yolundayıq. Necə düşə? Biz Bilasuardan İrana keçməliyik. Az bir dəqiqə deyən görmür. Bilası var, bəyəm İsmayıllı Qəbələ yoludur. Oradan... Bəli. Biləsivardan Lənkərana yol var. Görsən ki? Vallahi mən yolu tanımıram, ona görə də bilmirəm. Aha. Axırda mənə nə var ki, yolun ortasında saxlatdırıb düşüb yeyəcəm. Çörək yeməyə bir yerimiz olacaq. Birinci bir hardasa İsmayılıda düşərik, gözəl yeyərik. Orada mən sənin hətta suallarım olacaq, tədarük görərik. Yox, qorxum başqadır mənim. Mən evdə demişəm, axşam qayıdıram.
Anarı bir təhər biz başını bişirərik. Aygün burada, Kənan o biri maşında, mən burada. Bişirə bilməyəcəksən. Çünki o da gələ bilərdi də, onda o aparardı məni. Hə, bax o da var. Amma eyb etməz. Anar, üzürlü hesab et. Biz qaxa getmirik, biz gedirik Təbriz şəhərinə. Ona görə də yəni günah mənimdir. Bax efirdən bunu söyləyirəm. Günah sənə nə deyəcək ki? Məni görür evdə, səni görmür ki. Gedib mənimlə yaşayacaqsan bir evdə. 2 gün yaşayaram. 2 gün yaşayaram, heç soyarım. Əslində bu ideya Seymurun, biləsən. Dünənə kimi biz bilirdik ki, qaxa gedəcəyik. Sadəcə axşam mən Kənana zəng vurdum, Seymura. Dostlarım elə adam olsaydılar, mən bir ağ günə çıxardım. Elə onlar adam deyirlər ki, mən elə qalmışam buralarda, ortalıqda da başıma nə gəlir, elə onlara görə gəlir. Birdən sevdin o şəhəri, heç qayıtmaq istəmədin. O da var ha. Bir də yaxşı qarşıladılar bizi. Yo, oradan qorxuram mən. Orada deyir, gərək çadırda olasan. Çadır düz dedim. Çadırda yox, Çadırada. Çadırada. Çadır nədir? Hə, çadıramı, çadıram. Biz götürmüşük sənə çadıra. O da Kənandadır. Gedək. Mən maraqlıdır. Görüm orada vəhşi müğənniləri, indi olan ulduzları kimdir? Keçək ev yiyəsinə. Keçək ev yiyəsinə. Röya, efirləri izləyirsən. Ən sevdiyin efirində kimi hansı olur? Ən maraqlısı gülməlici Rəhim idi. Başımı oynasın. Hər addım başı maşından düşürsə. Cəmaət görür, qışqırır ki, gizlin qolaq aparıblar, heç kim görməsin. Bir dəqiqə yerində otura bilmir axı. Hər dəfə baxıram, amma ki, belə deyim ki, dərin varıram ki, hansı maraqlı dansı yox, hamısı mənim üçün eynidir. Yəni, həyəcanlanıram baxanda, ona görə bilə bilmirəm ki, hansı maraqlı idi. İndi hələ belə sakitəm, görərsən ora çatacaqdır, əllərimin içində kimi su olacaq. Qonaq getməyi sevmirəm, bunu deyim. Heç vaxt, heç bir dostum, həmişə hamı gəlir bizə. Nə qədər harada getsəm 5 dəqiqədən sonra oranı tərk eləyirəm. Mən kiminsə evinə qonaq getmək yoxdur qabiliyyətim. Uşaqlıqdan bu yoxdur. Ya bəlkə də mənim valideynlərim onu qoymayıb da. Nə gediş-gəliş olub bibi, xala, əmi, hamı həmişə bizə gəlib. Heç vaxt getməmişik qonaq. Hələ tanıdığım adamlara getmirəm. İndi mən tanımadığım adam, gör mən nə qədər stres keçirirdim. 3 ay sənə buradan hə deyirdim, gecə yazırdım, yox getməyim. Çünki sənin verilişin reality show kimidir də, mən bilmirəm orada nə baş verəcək. Aygün, indi hansı yoldayıq biz? Mən ki, tanıyıram, nə bilim, hara çatırıq. Aygün, sən tanımırsan, mən tanımıram. Kənan lideri maşındadır. Mən nə bilim bu bizə hara aparır? Hə? Deyir bir dənə yoldur da, onsuz da gedirik. Bir yoldur, başqa yol yoxdur. Yaxşı olar inşallah. Cigəri yansın, ağa, cigəri yansın. Aha, Röya özü maşın sürməyi sevir, yoxsa kimsə sürəndə? Bilmirəm, kimsə sürəndə özüm sürməyi xoşlayıram, amma 2-3 ildir ki, sürmürəm. Ləzzət törətmisən? Yox. Bir dəfə maşınımı təzə alanda, bir dəfə dostuma zəng vurdum, dedim ki, maşın aldım. Dedi ki, təbrik edirəm, baxay gedib badımcanlığa girməyəsən. Yarım saat, 2 saat dörüydü, almışdım maşını. Gəldim, indiyən kimi yadımdadır, Atatürk prospektində svetoforu gördüm ki, qırmızıdır. Akasiya qoymuşam, tormuza qoymuşam, sonra yavaşca ayağımı tormuzdan götürmüşəm, belə də, elə bir oturmuşam. Ayağımı yerə qoydum, girdi 011-in arxasına dəyən kimi 011-in nə deyirlər ona? Kapot. Kapatıldı. Açılanda badımcanlar yerə töküləndə o qədər güldüm. Maşını vurmağım gözümdə yox idi. Badımcanlar yerə tökülür. Kişi gəldi belə güzgünə. Qızım, sən yaxşısan, dedim, bəs niyə gülürsən, maşın vurmuşsan? Dedim, dayı, mənim dostum bayaq demişdi ki, yavaş badımcan gəldi burada. Deyir, hə, mən da aparım satmağı. Deyirəm, almaz da apara bilmə, gərək badımcan aparardı. Kapot.
Var. Röya səndən bir dənə gözəl lətvə istəyirəm. Oy, mən bütün lətvələrim mənim tərbiyəsizdir. Çox bərbad haldadır. Mən onu deyə bilmərəm. Bax belə hörmətli tamaşaçılar, birazdan biz gömrük keçəcəyik Biləsuvardan və bir neçə saatdan sonra İranın Təbriz şəhərində olacaq. Hörmətli İranlılar, Təbrizlilər bizi gözləyin. Mən gəlirəm Ayeviyəsi, təbii ki qonağımız çox sevilən megastarımız Röya Ayxan. Tanıyırsınız məni, vəbşə Cəfanəti bilmərəm, istəyimdən dönmərəm. Mən taxtımdan enmərəm. Mən şıltaq şirin şən qızam, həm şəkər, həm də duzam. Göydə yanan ulduzam, sönmərəm. Mən yandırıb yaxan, qəlbi odlayan, coşub çağlayan rüyaya. Çiçək açan, günəş tək saçan, sevgidən uçan mənəm. Hər zaman gözəl rəqsi can alan, vəlvələ salan rüyaya. Elin sevinci, səsin birinci, hər işdə birinci rüyaya. Hörmətli tamaşaçılar, biz artıq Qəbələyə çatmışıq, amma bir şey də deyim sizə ki, səhərdən Röya yatıb maşında. bütün yolu yatmışam, indi durdum. Hardayıq biz? Çox az qalıb artıq Qəbələdəyik Röya. Qəbəl acından öldüm. Hörmətli tamaşaçılar, mən sizə bir şey deyim ki, bayaqda mən sizinlə də zarafat edirdim. Bugün aprelin 1-idir. Bugün gülüş günüdür, aldatma günüdür. Mən ona görə Röya ilə biraz zarafatlaşıram. Amma siz bilin ki, biz Ayeviyəsi bugün Qəbələdə olacaq. Məhz Qəbələdə Ayeviyəsi deyəcək. Elə isə görək Röyan necə hələ allada bilirəm. Hardasan Röya? Hardasan? Zeynəm gedir mənim, buzu yoxdur, mən niyə gədirmişəm? Gəl bura, əlini ver. Əlini verməyə bəstərəcək. Yox, mən səndən küstərəcək. Gəl bura. Artıq Qəbələdəyik. Ayeviyəsi deməyə çox az qalıb. Necə Qəbələdəyik? Bəs Biləsuvar hara getdi? Az qalıb da, birazdan Biləsuvar. Başa düşdüm. Çox az qalıb. Artıq Qəbələdəyik və biraz tədarik görmək lazımdır. Çünki biz hələ gömrükdə ən azından 2 saat gözləyəsi olacaq. Ay Allah. Ona görə də nə isə yeməliyik və mən tamaşaçılara da Röyanı kəşf edirəm də. Röyanın necə yemək yeməyini, yol üstü nə yeməklər sevdiyini biləcəyik. Röyanın hələsiz olmanı da göstərmək istəyirsən sən. Elə istəyirəm Röya, elə istəyirəm. Gedir sizdən evə istəyirəm, maşalınızda kendimi. Röya gör nə gözəl mənzərədir. Deyəm daha yalandan soyuqdur, mən gətirib. Başıma gözəl mənzərədir. Bir bax. Doğrudur. Zəriyə bax. Belə yerdə istəyərəm mənim evim olsun. Yaşayım, səhər-səhər çıxırsan, görürsən. Amma bütün dostlarım o həyatda yaşamalıdır. Yaşamasalar da olur, onsuz da bütün gün sənin evində olacaq. Yox, onda gəlməyəcəklər, mənim gözəl olsun. Bayramınız mübarək. Yəni keçmiş bayramınız. Nə fərq var? Bugün ayın 23-dür. Mənim üçün ayın 25-nə kimi bayramdır. Pomidor yumurta yiyəcəm, özdəki acı istiot içində olmaq. Başınız var olsun. Özdə qəşəng yağın içində suyu. Biber də olsun içində. Dedim də. Röya nuş olsun. Sağ ol. Dinəkli çəkirəm də. Lokma getdi, qaldı, burnuma doldu indi.
Nuş olsun Röya. Əlbəttə yeyərdim. Sağ ol dedim də, indi bıçaqlayacağam səni. Röya, ümumiyyətlə yol üstü yumurta, pomidor başa düşdü. Yol üstü hər zaman belə gedərkən nə yeyirsən tez-tez? Vallahi onu yeyirəm. Özün bişirə bilirsən? Evdə gərək özüm bişirim. Başqası bişirəndə xoşuma gəlmir. Ona görə rayona gedəndə tez onu deyirəm. Çünki rayonda lap dadlı da bişirirlər. Evdə çox vaxt görsən, heç kimsə də eləyəndə görəm qurudur, nəyisə görüm, nəsə çatmır. Özüm amma çox dadlı eləyirəm. Reysən şəhər toyları maşallah var və tez-tez də səni toylarda görürük. Bəs rayon toylarına gedirsən? Yox, bir-iki dəfə getmişəm. Mənlik deyil. Sevgim oldun, sen köçtün yüreğime. Seni yazı bastım, her arzu dileğime. İki kanat verdim, döndün eşk meleğime. Ama uçup gittin, sen bensiz köylere. Sevgim oldun, sen köçtün yüreğime. Seni yazı bastım, her arzu dileğime. İki kanat verdim, döndün eşk meleğime. Ama uçup gittin, sen bensiz köylere. Hörmətli Lider televiziyasının tamaşaçıları, artıq Qəbələnin özündəyik və hər hansı bir küçədəyik. Və mən bayaq Röyə bir sual verdim. Hansı rəngi sevirsən? Dedi qırmızı, portağal rəngi. İndi mən qırmızı, portağal rəngi qapı hardan tapım ay cəmaət? Bax, boz rəng qapı asandır. Ay eviyəsi. Bu ev oxşamır amma Seymur deyəsən. Nə gözəl ev, nə gözəl ev, nə gözəl ev. Ay hörmətli tamaşaçılar, ev yerli dibli yoxdur burada. O qapıda açar var, bağlıdır, baxın. Evdə heç kəs yoxdur. Gəl keç, gəl keç. Gəl keç. Qaz 24, Volga. Nömrəsi də 024. Halal olsun. Qırmızı rəng maşın. Qırmızı deyəndə ki, ona nə rəng deyirlər? Vişnə rəngi. Albalı rəng, hə? Nə deyirlər? Ya Allah deyib bu qapını döyəcəm. Və mən Röyəyə söz vermişəm ki, qırmızı rəng qapı döyəcəm. Bunun siqnalizasiyası var. Ya Allah. Ay eviyəsi. Gəldim, kimdir, gəldim. Salam Mələkə. Necəsiz? Olar, yağış yağır. Salam. Ay eviyəsi verilişi Lider kanalı. Hə, lap yaxşı. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Həmişə siz gələsiniz. Kim var evdə? Özümüz ailə, gəlinim oğlum. Ailəniz neçə nəfərdən ibarət? 5 uşaqlarım, gəlinim özüm. Özünüzü ilk öncə təqdim edin. Adla, familiyana. Bəli. Mən Abdurrahman. Ariflə gəl qonaqlarımız var ay oğul. Kişimi də çağırın. Hə, mən familiyamı da deyim. Deyin. Adınızı özünüz Adım Nəzakət. Bu evin böyük ağsaqqalıyam. Nəzakət xanım. Nəzakət xanım evdə toy olub. Bir 5 ay bundan qabaq olub. Xoşbəxt olsun. Kimin toyu? Salam Mələkə. Bu gələn böyük oğlumun toyu olub. Adı Ruslan. Ruslan. Yaxşı bir sual verim. Gəlindən razısınız? Çox. Ay bravo. Məşəm hamının gəlini elə mənim gəlinim kimi olsun. İndi görəcəyik də, görəcəyik onu. Əlbət ki. Aha, salam Mələkəm. Siz tanıdınız bizi? Ayeviyəs. Ayeviyəs. Yaxşı, səninlə işim yoxdur, sən bura gəl. Sən bilirsən də biz gələndə tək gəlmirik. Bəli. Kimdən gəlirik? Yəqin ki, bu ulduzlu qonaq gətirirsiniz. Nəzakət xanım, biz sizin qapı niyə döydük? Çünki bizim müğənnimizin xoşuna gələn rəng qırmızı rəngidir bəxtinizdən. Və dedi ki, portağal rəngi. Sən də qırmızı geyinin, bu da qırmızı geyinin. Nə? Müğənnimiz də ləzgi deyil ki. Ləzgilər qırmızı geyinir. Əlbəttə sevimli rəngimiz. Ləzgidir, müğənnimiz ləzgidir, yox ləzgidir. Müğənnimiz Ağdamdandır. Rəqsanə. Rəqsanə Ağdamdandır.
Bilmirəm ki. Müğənnilərdən kimləri tanıyırsınız? Heç olmasa onu. Ay elə çox, Rəqsanəni, nə bilim Eltonu, sonra Röya xanımı, Nazpərini, Niyaməddini, Ağadadaşı, belə hamısını tanıyıram. Yaxşı, hansını istəyərdiniz gətirin məsələn? Kim ürəyini istəyərdiniz? Nə qədər tanınmış, nə qədər məşhur olsa o qədər gözəl olar. Evdə nə qədər adam var? Bax, çox adam var evdə. Öz külfətimizdir, bir də qudalarım gələsi idi bayram şeyinə. Onda bir-iki nəfər gəlib çıxıb yarışda gələsidilər. Orada sizindir, burada. Ora mənim yer evimdir. Burada mənim qonaq qəbul. Görürsüz dedi ki, ora qonşunundur. Ora mənim də. Sizi görürsüz qonşu elə. Hə, elə deyirlər hə. Elə mən günün çox vaxtını orada oluram. Xanım kimdir? Qızım. Aynur. Qızı Aynur. Aynur xanım, xoş gördük. Necəsiz? 11-ci sinifdə oxuyur da dediniz. Bu il universitetə qəbul olacaq inşallah. Ayağımız yüngüldür, olar inşallah. İki oğlunuz, bir qızınız. Allah saxlasın. Ayrı seçkilik eləyirsiniz? Üçün də eyni istəyirsiniz. Analar oğlu çox istəyir. Eyni hamısı. Yox, biraz da fikirləşin. Yox, hamısı birdir. Sizin adınız nədir? Firəngiz xanım. Xurama. Siz indi bayramlaşmağa gəlmisiniz də. Ay bravo, evdə qonaqlıq var. Qonaqlıq sevmir, evdə qonaqlıq var bax. Hələ gələcək qonaqlarınız. Nə gözəl. Mən sizə sual verim, çox uzatmadan. Qonağımız kimdir? Bu evin qonağı kimdir? Xanım ifaçıdır. Və mən deyərdim ki, elə bir kəlmə deyəcəm, hamı biləcək ki, bu kimdir? Azərbaycanda nömrə 1 olan ifaçı. Yox, qoy görüm nə deyir Ruslan? Kim? Yox, kim dedin? Faiq Ağayev. Mən dedim axı xanım ifaçıdır. Xanım Bir nömrəli ifaçıdır. 3 xanımdan biri ola bilər. Aygün, Elnarə, bir də Röya. Bir nömrəlidir. Mən dedim bir nömrəlim və mən bir nömrəli şəxsən onu sayıram. Ayxan. Mən gəlimizin sözündən çıxmıram. Bu evin qonağı çox sevdiyimiz insan Röya xanımdır. Röya gələcək və təbii ki, süfrə ətrafında bir söhbətimizi davam etdirəcəyik. Birdən getdim, qonaq məni qəbul eləmədi. Birdən məndən xoşu gəlmədi. Ay mama, başım xərabdır. İranda kimin evində yeyəcək? İrandan axşama evə qayıdırsan, gəl düş qabağıma. Bilirəm ki, mən İranda heç kim tanımayacaq da. İran mənim üçün biraz qorxuram. Heç vaxt olmamışam. Mən evdə heç nə demədim. At bir dəqiqə deyən görüm, siz nəsə mənim başıma oyun açırsınız. Təbrizə necə saatdır yol? Hər gün Təbrizdə nə baş verəcək? Ay Seymur, mən heç nə başa düşmədim. Biz Təbrizə getmirdik. Qalx, bilası var, qalx deyib mən gətirib. Qəbələyə gəlib çıxmışam. Ay Allah, sənə qurban olum. Başıma gələn oyuna baxayım. Yekə arvadam, mən yekə arvadam. Balaca uşağın dalına çıxıb onun sözü ilə gedirəm şeyə mən. Hara? Təbrizə. Deyən az Təbriz vaxtıdır. Onları deyirsən, har kimi inan. Ay eviyəsi! Rədd ol buradan. İt yoxdur. Salam aleyküm. Belə üzlü qonaqlar görmüşdük. Xoş gəlmisiniz. Bayramımız Sağ ol mübarək. sizlərlə belə. Xoş gəlib Təşəkkürlər. səfa gətirmisiniz. Aha, artıq Röya gəldi. Röya, Təbrizdə xoş gördük səni. Məni evdən çıxardanda qabaqcan deyib ki, qaxa gedəcəyik. Sonra aşağı düşəndə deyir ki, sürpriz edirəm Təbrizdə. Deyirəm, az mənə Təbrizdə kim tanınır? Ələ salmısan mən. Deyir, yox gedir. Axırda gətirir məni Qəbəliyə. Amma bura gəlincə, yaxşı ki, ilk qapını sizi döydük. Siz də elə bizə qapını açdınız. İlk qapı döyməmişik buranı. Mən 2 qapı döymüşəm hələ.
Yaxşı. Birinə girdi, ümumiyyətlə ev yox idi. Birində də təmir gedirdi. Hə Seymur, təmir gedirdi. Hə də yəni ki, səni qapını açıb demədilər, atam evdə yoxdur. Röya, sən də bəs mənə demirsən ki, niyə bu hərəkət eləmisən? Təbriz nədir, qax nədir? O səninlə sorum danış. Bu gün ayın bilirsən neçəsidir? Aprelin 1-i. Aferiska. Bugün aprelin 1-i. 1 aprel nikomu ni ver. Hörmətli lider tamaşaçıları, Abdurrahmanovlar ailəsindəyik. Ayeviyesi dediyi qapını üzümüzə gözəl nurani bir xanım açdı, Nəzakət xanım. Və təbii ki, biz ona görə xanıma təşəkkür edirik. Və mən açıqlama gətirdim ki, biz niyə məhz bu qapıya gəldik? Çünki Röya xanımın ən sevdiyi rəng qırmızı rəngidir. Qırmızı tapa bilməsəm də qırmızıya yaxın bir rəng tapdım. Və qardaş da hətta qırmızı rəng geyinib. Hə Röya. Sifarişimlə də bunlar hamısı. Bugün 1 aprel gülüş günüdür və mən bugün Röyanı əməlli başlı aldatdım. Aldatdım. Bəli. Təbrizdə gedirlər Cəllabad. Telefonda soruşam, deyir, ay qız, sən orada ələ salırlar. Qəbələ yolu ilə İrana getmirlər. Mən də necə yalan demişəm? Demişəm Qəbələyə gedirik. İsmayıllı Qəbələ, Qəbələdən sonra Belasuara yol var, Belasuardan da İrana keçirik. Röya xanım da inanmışdı mənə. Bəli. Bundan sonra amma inanmayacağam. Davam edin, cavan qız. Ev sahibəsi Nəzakət xanım. Nəzakət xanım, ümumiyyətlə belə bir şey gözləyirdinizmi? Nə bilim valla, açıq qapıda da hər şey ola bilər. Baxmısınız efirə? Baxırıq, hə, baxırıq. Yenicə ailə qurmuş ailə. Nəzakət xanımın oğlu Ruslan və gəlin bacımız. Gəlin bacımızın adı nə idi? Nuranə xanım. Evlilik həyatı necə gedir? Yaxşı. Çox gözəl. Yaxşı. Bax, bayaq gizlindən qaynananızdan soruşdum ki, indi ananızdan da soruşdum ki, gəlininizdən razısınız? Dedi ki, belə də. Niyə elə dedi? Yalan olar. Yalan olar. Sizcə elə söz deməz? Yox. Bax, Ruslanın yanındadır. Ruslan dillən də. Mənim anam deməz. Disə də deyər. Amma mən bu efirdən göstərəcəm. Görəcəksiniz efirdə. Yaxşı, siz necə qaynananızdan razısınız? Bəli. 100%. 100%. Bax belə, ailə üzvlərindən tanış oldun Röya və Röya xanımı hamı tanıyır. İndi sizi başlı-başına buraxıram. Röya xanıma istənilən sualı verə bilərsiniz. Hansını ki, efirdən görüb verə bilməmisiniz. Amma demişsiniz ki, Röya xanım yanında olsaydı, bax bu sualı verərdim. Röya xanım o gün bir kanalda iştirak edirdi. Yaxşı yadımda deyil. Hardasa bir 5-3 gün bundan əvvəl. Hansısa kanalda. Bir xanım sizə zəng elədi Bakı şəhərindən. Şeirin həm bəstəsi idi, həm özü sizə şeir danışdı, oxudu. Canlı efirdə, hə. Siz onun şeirini qəbul edə biləcəksiniz? Qəbul edəcəm deyəndə ki, tam heç də ruhsaz ki, məna nə idi, sizə deyə bilməyəcəm. Çünki, yox, sözləri də çatdıra bilmədi də, aydın söz gəlməli idi. Ona görə o xanım gərək studiyada onu mahnı şəklində eləsin ki, mənə versin, ondan sonra mənə çata bilər. Köməklik edə biləcəksiniz, yəni, onu demək. Köməklik neyniyə bilərəm ki, o mahnı... İstədi ki, siz onun mahnısını oxuyasınız da. Hə, siz o istədir. İşi əgər yaxşıdırsa, o artıq öz yolunu tapacaq. Təbii ki, görsənirdi ki, təzə idi. Çünki hələ fikrini çatdıra bilməzdi. Elə adam mənə necə işləsin? Salam, necəsiz? Özünüzü təqdim edin, zəhmət olmasa. Evin kiçik oğlu artıq mənə məlumat çatıb. Bəli. Mən evin kiçik oğlu Abdurrahmanov Vasif. Vasif. Sənin də adın Vasifdir. Niyə? Məndən 15 gün böyükdür. Bir dəqiqə, siz əmi oğlusunuz. Bəs niyə eyni adı qoyublar sizə? Rəhmətli əmim ikimizə də Vasif adı qoyub. Röyanı, yəni ifaçılar içində ən çox istədiyiniz ifaçıdır. Düzdürmü? Yoxsa yalan deyil? Yox, düz deyiblər. Ümumiyyətlə belə çıxmasın, üzünə görə demək olmasın. Yəni öz də burada da. Hə, yəni xəyallarımızda müğənni. Elə bir ulduzlar göylərdə sayrışar, sevdalı gözlərin nələr danışar. Mən bir söz isə deyim ki, Röya xanımdan başqa mən şou biznesdə müğənni tanımamışam indiyə kimi. Bir nəsə də Allah qoysa Allahın köməyi ilə tanımaq fikrim yoxdur. Hələ ki. Bravo, nə deyirəm? Bu əməli başlı çox istəyir. Sən sonra olanda dil xor olmuş.
Qoy yaxınlaşım, qoy. Bunu mütləq efirə verməliyəm. Bunu verməliyəm, hə. Vasif adaşı söz dedi, özdə belə qəşəng söz dedi, hə? Eşidəndə ki, Röya xanım evlənir, dilxor olmuşdu. Röyəyə sualınız. Buyurun. O qədər sual var ki, mən ola zəhmətimizlərə getmə fikirləşim suallarımı sonra. Qoy hələ fikirləşim. Duz deyə, duz. Vallahi evin deyəsən elə əhval ruhiyyəsini qaldıran elə o da səhər durandan yatana kimi. Bizdə evdə mənəm, uşaqlar arasında. Boş-boş danışıram, hamı gülür. Elə biri danışıram da. Yəni ki, hamı maraqlı olsun. O da deyəsən ən belə sevimlisidir. Son 5-i qızdır da. Birincisi söz, sonra Vasif, sonra Aylin. Ruslan yaman belə ağır, təbiətli, təzə bəydir, hə? Qorxursan artıq, hə? Gör gözünün odunu nətər alıb. Maşallah sizi xoşbəxt eləsin. Bax, bu hədiyyəni biz yoldan almışıq, Röya xanım. Əslində Röya dünəndən dedi ki, hər hansı fərqi yoxdur. Uşaqlı evdə ola bilər, uşaqsız evdə ola bilər. Bir gözəl hədiyyə almışdı. Çox da gözəl bir hədiyyə idi əslində. Sadəcə olaraq səhər tezdən yadından çıxıb. Yolda deyirəm, hədiyyə hanı? Röya deyir ki, qaldı evdə. Yəni bu mənim səmimi. Bəli, yadından çıxmaq. Bu isə bu evə Röya xanımdan hədiyyə. Röya xanıma demək istəyirəm ki, birincisi hal-hazırki həyatınızdan məmnunsunuz, razısınız. Yəni belə ulduz olmaqdan, həm kimsə də sizə heyran olmağından razısınız. Çox razıyam. Çünki Allahın mənə bəxş etdiyi bu gözəlliyi məncə bütün qadınlar, kişilər özlərini arzulayardı. Bu populyarlıq deyil ki, populyar nə var? 1000 dənə partisi var, hamını tanıyırsan. Populyar 1000 dənə müğənni var, ola bilərsən. Mən sevinirəm ki, mən populyar deyiləm. Mən sadəcə qoy 100 nəfərdən 50 nəfər məni çox istəsin. Gül kimi balam var, ailəm var, sizin kimi ətrafımda insanlar məni qoruyur. Allah mənə daha nə eləməli, nə verməlidir bundan artıq? Nəzakət xanım nə pişirib? Allah verənə, Allah şükür. Nə pişirmisiniz? Bilsəydi yolda yemək yeməzdik. Biz yeyib gəlmişik. Yenə yeyərsiniz, Allah qoysun. Nə pişirmisiniz xala? Qəşəng çolpa qızartmışam tufkada. Sonra ev çolpası qızartmışam tavada. Hər şey. Nədir tavada? Milliyyətiniz ləzgidir. Hə. Ümumiyyətlə Qəbələdə çox yəni sakinlər ləzgidir, yoxsa qarışıq? Yəni mən bilmək istəyirəm. Qarışıq. 50% ləzgidə, 50% də Azərbaycanlıyıq da belə. Biz də Azərbaycanlığa söz yox. Ləzgilər Azərbaycana qarışıb yaşayırıq da. Bayaq Röya xanım bir söz dedi ki, mən xoşlayıram ki, ancaq qonaq çağırım. Gəlsin səhərdə otursunlar. Deyəcək mənə nə vaxt qonaq çağır? Yox, yesinlər bir dəqiqə sözümü tamamlayayım. İndi Allah qoysa Röya xanım bizi haçan qonaq çağırırsan. Dedim sənə. Deyə gətirərsən, ayeviyəsi gətirərsən. Konkret söhbət istəyir ya. Yəni dəqiq. Nə deyim sənə? Yayda yox. Çünki yayda Yayda evdə olmur. Gəzirəm. Yayda heç onu başa düşdük. Amma qışda olar. Sentyabr, oktyabr gərginən. Niyə ki gəlmirsən Bakıya nömrə almağa? Maşın almağa gəlmirsən. Gəlir ha. Yo, o heç bir şəhərə gəlir ya, prosta indi nə olsun, sən gəl çatana tan, sən tapana tan. Cəfa nədir bilmərəm, istəyimdən dönmərəm. Mən taxtımdan enmərəm. Mən şıltaq şirin şən qızam, ay həm şəkər həm də duzam. Göydə yanan ulduzam, sönmərəm. Mən yandırıb yaxan, qəlbi odlayan, coşub çağlayan röyəyam. Bunu onun üçün oxudum, gəlin üçün. Ona görə ritmik. Səninəm, illər ötüb keçsə də bil ki, yalnız səninəm. Məndən uzaq düşsən də sən məni düşünən. Ömrümün ən gözəl şirin nəğməsisən. Onu bil, illər ötüb keçsə də bil ki, yalnız səninəm. Məndən uzaq düşsən də sən məni düşünən. Ömrümün ən gözəl şirin nəğməsisən. Bravo!
Bravo, 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 bravo. Görsən, sənə mahnı da oxudular, ay Vasif. O sualı bir düzdür, mən vermirsən, mən sual verim. Bir də nə haçansa bu evə gəlsə, mən yenə istəyirəm Röya xanımı gətirəsiz. Ay, görsən. Əsr sadiq insan bax. Yox, doğrudan bayaq Lalə deyir ki, hansı rayona getmişəmsə, hansı evə girmişəm, deyir biz hansı rayona getsək bundan sonra. Biləsən ki, hər evdə mən bilirəm ki, gecə qalmağa evim var, deyir hər rayonda. Deyirəm, o necə olur? Deyir, hər ailədə seçmişik də, hansı ailədə yaxşı. Məncə mənim Qəbələdə deyəsən elə dostluq elədiyim ailə bura olacaq. Çünki ilk dəfə çaylarında, çörəklərini də kəsdim də. Yəni deyim ki, süfrələrində çörək kəsmişəm. İnşallah indi biz də telefonlarımızı götürərik, siz də bizim telefonumuzu götürərsiniz. Gələndə maşın almağa xəbər eləyərsən. Xəbər eləyərsən, gedib sənə nömrə alarıq, amma 040 alacağıq, ha. O 041 alsam mən də ala bilirəm, yenə 040. Hə, 040, yaxşı. Röya xanıma həyatda can sağlığı, uzun ömür, gözəl balasını analı atalı böyütsün. Siz də xoş gəlmişsiniz, səfa gətirmişsiniz, həmişə sizi kimi qonaqlarımız gəlsin. Allah Taala canımızı sağ eləsin, yolunuz gedəndə uğurlu olsun. Süfrəmizdən ruzi bərəkətimiz əksik olmasın. Hər gələn günümüzə Allah şükürlə keçirək. Bax belə hörmətli Ayeviyəsi və Lider televiziyasının tamaşaçıları. Əbdürrəhmanovlar ailəsinə Ayeviyəsi dedi və bu gözəl ailənin qonağı oldu. Qonağımız çox sevilən bir insan Röya xanım oldu. Və sonda təbii ki, mənim hər zaman olduğu kimi təşəkkürlərim var. Mən çox böyük təşəkkürlərimi bildirirəm Kreativ Az salonuna və təbii ki, bu salona getmək istəyənlər aşağıdakı nömrələrə zəng vura bilərlər və Miss Dəfnə salonundan Vəfa xanıma dərin təşəkkürümü bildirirəm. Belə, bu həftəlikdə bu qədər. Lideri izləyin ki, lider olasınız. Hər zamanki kimi. Her zaman güzel rəqsi can alan, vəlvələ salan, elin sevinci səsində